Deməli, insertlərdə qalmışdıq. Hə, burada. Sonra gəlir page number. Səhifələrin nömrələnməsi. Baxın. Biz səhifəni bir neçə cür nömrələyə bilərik. Sonra deyəcəm necə asan yadda saxlaya bilərsiniz. Qəbula dəfələrlə düşüb ki, səhifələr hardan nömrələnir. Demək, təbii ki, səhifə nömrələnir insertdən. Bu heç. Səhifə nömrələnməsi bir neçə cürdür. Tutaq ki, necə ola bilər? Top of, yəni hardan? Səhifənin yuxarısından. Bottom, səhifənin aşağısından. Page margins, səhifənin kənar boşluqlarından. Sonra e, və bir də burada qalıb current position. Bu biz nə deyirəm ki, kursorun mövqeyi. Kursoru hara qoymusunuzsa, oradan nömrələyə bilərsiniz. İstədiyiniz yerdən. Təbii ki, belə nömrələmə heç kimə lazım olmaz. Bir də deyirəm, yuxarı, aşağı, kənar boşluqlardan, kursorun mövqeyindən nömrələnməni ləğv et və səhifənin birinci nömrəsinin dəyişdirilməsi. Deyirdi o, tutaq ki, 10 of 25, bu tərəfdə də 17. Nə deməkdir? Birinci səhifə nömrəsi 1 yox 7-dir. Yəni nömrələmə 1-dən yox 7-dən başlayır. Bəli, start art neçədən başlasın? Yəni sizin səhifənizin birinci, yəni A4-ün birinci nömrəsi neçə olsun? İstər səhifəni nömrələmək, istər birinci səhifənin nömrəsini dəyişdirmək. Səhifələrin Müəllim, nömrəsi necə? ah, bir dənə söz soruşa bilərəm. Buyurun. Məsəl üçün, mən səhifəni üçüncü vərəqdən səhifələmək istəyirəm də, yəni üçüncü vərəqə mən bir rəqəmini yazmaq istəyirəm. Onu necə O eləyə olmur, bilərəm? o olmur. O bir Olmur. saflarda olur o. Hə, Safta da məsələn, bir kitab tərtibatında falan. kitab Kitab, tərtibatında səhifələrimizdə belə olur. İlk 3 səhifənin nömrəsi çıxardırsınız. onu bax soruşmaq istəyirəm ki, necə Yəni Hə, çıxardırlar onu? mən də onu soruşmaq istirdim. onun nömrəsi çıxardırsınız. Sonra üçüncü səhifədən etibarən səhv eləmirəmsə onu nəşriyyat yaxşı bilir onu. Üçüncü səhifədən başlayırsınız nömrələməyə. Yəni onu Word-də eləmirlər. Word-dən eləmək olmur, hə? Məncə yox, Word-un elə funksiyası yoxdur deyəsən. Çünki kitabda biz Çünki bəzən onu mənə bu günə idarədə qədər kitab inan ki, yığarıq. onu mənə bu günə qədər bəlkə en sayda adam cavab verib. Özümdə də vaxt maraqlı gəlib bir araşdırma Dimin kitabı var məndə. Məncə o mən ağlıma gələn yəni mümkün deyil. Çünki yazan kimi sizə atacaq birinci səhifəyə. Hə, sırf o birinci, ikinci, üçüncü səhifələri gizlətmək üçün də ağ belə rəng kimi qoyuram üstünə ki, Hə, görünməsin. yəni o nəşriyyatda məncə eləyirlər. Bu saç rəng istəyirdim elə. Elə mərd salındakı qız. Dedi ağaram deyir. Yaxşı. Sonra belə Çox sağ istər olun. buyurun, istər səhifəni nömrələmək, istər birinci səhifənin nömrəsini dəyişmək olur buradan. Yəni insert tabının header footer net qrupundan. Sonra textbooks mətn qutusu əlavə edə bilərsiniz. Deməli, mətn qutusu nə üçündür? Mətn qutusu bizim işimizə harda yaraya bilər? Məsələn, bir mətn qutusu əlavə elədim, içini yazı ilə yazdım. Aparıb bunu qoya bilərsiniz şəklin üstünə. Bax, yadda saxlayın, şəkli redaktə etmək olmur. Redaktə nəyisə silmək, nəyisə pozmaq, yazmaq deməkdir. Biz şəklin üstünə heç nə yaza bilmərik. Amma textbooks vasitəsilə mətni yazıb aparıb şəklin üstünə qoymaq olar. Bu daha çox PowerPoint də bizim köməyimizə çatır. Və bir də yadınıza saxlayın ki, indi birazdan izah edəcəm, qoy çatanda deyərəm yaxşı. Quick Parts nə idi? Müəllim, sözlər olurdu istifadə eləmək üçün kənar Ay cəld sağ ol. istifadə. Hazır hissələr. Yəni avtomatik, Şablon hissələr. bəli, avtomatik istifadə olunan hissələr. Belə. Sonra Word nədir avtomatik? Tutaq ki, bura bir dənə söz yazırsınız. Tez-tez istifadə etdiyiniz bir söz. Məsələn, fərdi kompüterlər. Hər dəfə onun üzərinə vuranda atır bura. Da bir də oturub o sözü təzədən yazmağa ehtiyac yoxdur. Tutaq ki, Azərbaycan Respublikasının nə bilim filan filan uzun dənə cümlədir. Atdınız bura onu hər dəfə yazmırsınız da. Üzərinə vurub əlavə edirsiniz. Sonra word art. Buna deklarativ yazı deyilir. Yazırsınız, yəni silirsiniz. Yəni insertdən əlavə olunur bu da. Drop kabindəki nə olduğunu bilərsiniz. Bu nağıllarda falan olur. Sözün, Böyük. bəli, Söz abzasın, abzasın ilk hərfini nəzərə çarpacaq dərəcədə böyük yazır.
Burada göstərə bilməyəcəm. Hazır mətin yoxdur. Sağ ki, belə bir şey yazdım. Güya ki, bu bir abzas. İndi bu abzası seçirik. Bunun ilk hərfini nəzərə çarpacaq dərəcədə böyük yazır. Nağıllarda və s. olduğu kimi. Drop cap. Signature line. İstifadəçi imzası əlavə etmək üçündür. Burada da gərək Microsoft-dan təsdiq olmuş. Bax, imza ola gərək. Burada yazıb. Qısası imza əlavə etmək burdandır. Zaman və tarix. Burada cürbəcür versiyaları var. Hansını üstə vursaz əlavə eləyir. Məsələn, ben vurdum bura. Oku vurdum. Üstə əlavə elədi. Belə bir tarix. İndi Müəllim, bunun qısa yolu vardı. E, o şeydədir. Ctrl Shift D-ni deyirsən. Sən yəqin. Windows hə, 11. Hə, D-lə burada. idi. Postu gördüm keçən bayaqlarım D-ni başqa şeydə istifadə ediyor ona görə. Yox, burada deyil ki, o Windows 11-dədir. Əslində bu da Windows 11 elementi. Hə, deyil, o data time baş hərfindən yatdı saxla. Deməli, bax, Bəli. sual belə düşə bilər ki, data time əmri kursor nəyin üstündə olan zaman deaktiv olur? Əslində bayaq arzumu Qrafik yazdım. təsvirlərin üstündə müəllim. Qrafik obyekt. Şəkillərin, qrafik təsvirlərin üstündə olanda, əsas da şəkil. Şəklin üstündə olanda zaman və tarix əmri deaktiv olur. Çünki oraya əlavə edə bilmərsiniz. Və nəhayət obyekt. OLED Obyekti texnologiya. açmadan bu iki iş görür. Kim deyər o iki iş nədir? Müəllim, biri OLED texnologiyasıdır, biri də front text var idi, belə bir şey. Link kimi əlavə eləmək olur. Ay sağ ol. Mətn, Biri fayldan OLED. mətn əlavə etmək. Bəli, OLED texnologiyası. Və bunu göstərim. Bayaq Excel niyəsə açmadı. PowerPoint vasitəsilə göstərim ki, bax bu nə deməkdir OLED texnologiyası. Bax, fikir verir, arxada Word proqramıdır. Amma Word-ün içində PowerPoint açıb. Qabaq hamısı PowerPoint, slideshow, transition, animation. Bu texnologiya deyilir OLED texnologiyası. Bu rejimdən escape-dən çıxa bilərsiniz. Escape ümumiyyətlə rejimdən çıxmaq üçündür. Bir də həmin o obyektin içində bir dənə əmr yerləşir ki, buna da text from file deyilir. Yazılışı bizə deyir ki, from file text. Yəni fayldan mətn gətir. Amma səhvdir. Bu faylın birbaşa özünü gətirmək üçündür. Buna həm də biz iki faylı birləşdirmək deyə bilərik sizcə. Bəli, müəllim. Bəli, Bəli. olar. Çünki faylın gedib özünü gətirəcəksə, buna iki faylı birləşdirmək olar. Deməli, kursordan sonraya yeni bir Word faylı birləşdir. Word faylı, gedib elə hər faylı bura birləşdirə bilmərsiniz. Kursordan sonraya yeni Word faylı birləşdirmək üçündür. Sonra bu belə aggregation düstur əlavə etmək üçündür. Sonra simvola əlavə etmək üçün bir də buradan belə bir şablon sual verir ki, bu pəncərədə son istifadə olunmuş simvol hansıdır? 8. 8. 8-dir, bəli. Yadda saxlayın ki, burada ən son istifadə olunmuş düşür recently sözünün altına. Bəli, sonuncular sözünün altına düşür. Belə. İndi inşallah bu çox vaxtımızı alır. Bu Excel falan bu qədər vaxtımızı almayacaq. Əsas ona gücü verəcək testlərə. Biraz dərs keçəcəyik, 35 dəqiqə, 20 dəqiqə. Sonra əsas test. Bir dənə dizaynla danışaq. Tez bazar. Dizayn bərabərdir bəzək düzək. Bax görürsüz, biz sənədin temasını dəyişə bilərik. Tutaq ki, buranın şəklini verib, nə bilim, buranın şəklini verib. Görürsünüzmü? Stillər dəyişir cürbəcür. Hamısı, bax burada stil yazır özü də. Bəli, bütün bəzək düzək tema işləri hamısı dizaynlandı. Watermark, solğun su nişanı deyilir buna. Görməmiş olmarsınız. Testlərdə, sənədlərdə arxa fona müəyyən yazılar yazılır. Məsəl üçün, götürüb arxasına yazırıq bunu. İnformatika. Rəngində dəyişirik. İki istiqamətli ola bilər. Diagonal, horizontal. Çünki bəzən biz bunu göstərmirik. Uşaqlar elə bilir ki, tələbə elə bilir ki, ancaq bir istiqamətli. Xeyr. Düz də ola bilər. Səhifənin ortasından. Bir də ki, diagonal üzrə də ola bilər. Bax, bu cür. Dedik, bunun iki səbəbi var idi. İki məqsədi var idi. Bura nəsə əlavə eləmişik ona görə. Müəllif hüquqlarını qorumaq və reklam. Ay, sağ ol. Müəllif hüquqlarının qorunması üçün həm də reklamdır. Buna deyilir solğun su nişanı. Watermark.
arxa fona yazı yazmaq istəyir. Görürsüz? Ona görə yazır page background, səhifənin arxa fonu. Sonra səhifənin həmin o arxasını rəngləyə bilərsiniz. Çünki bu səhifənin həqiqətən arxasını rəngləyir, yoxsa o yazını görə bilməzdik biz. Müəllim, Düşün o ki, informatika yazsın, bir də göstərə bilərsiniz hardan elədiniz? aha, yaxşı. Sonra page Kale'də belə deyə bəzək düzək işidir. Ona görə dizayn tabındadır. Bu informatika sözün watermarkdan. Solun su nişanına girdiniz. Burada yazıb custom watermark. Custom onu özün üçün şəxsiləşdir, fərdiləşdir deməkdir. Daxil oldunuz bura. Buradan görürsünüz text hissəsi var. Textin qarşısından istədiyiniz sözü yaza bilərsiniz. Sonra burada ölçülərlə oynamağı məsləhət görmürəm. Nə stili ilə, nə də ölçülər ilə. Çünki o avtomatik özü sizin səhifəyə uyğun düzəldir. Rəngini dəyişə bilərsiniz. Burada cürbəcür rəng var. Bir də burada diaqonal üzrə qoymuşam. İstəsəm onu düz də qoya bilərəm. Horizontal bax belə. Müəllim, biz magistratura az da testdə işləyirik. Orada arxa fonda ikon deyəsən onların göstərilib. Bəs o ikonu necə əlavə ediblər və yaxud da arxa fonda hər hansısa bir loqo Şəkli falan. Hə. onu şeylə eləyiblər. Onu yəqin ki o dizayn proqramı eləyiblər. Word-də eləmiblər onu. Çünki buradan şey qoymaq olmur. Mən də baxdım, gördüm yoxdur. Hə, Dedim onu görəsən onları necə eləyib. dizayn proqramı ilə eləyiblər yəqin ki. Çünki Word-dən qoymurlar onu. Müəllim, insert-dən deyəsən əlavə eləyib, sonra onu watermark kimi eləmək olur. Yəni şəkil kimi Insert-dən deyirsən. şəkil kimi əlavə eləyib, sonra background Hə, yəni əlavə eləyib. birbaşa qoymaq olmur. Onu deyirəm. Hə, elə uzun Hə. uzadı var, amma belə Word-ün o tam dizayn tipindən funksiyası yoxdur. Bəli. Sonra page borders, səhifənin kənar xəttləri. Baxın, indi deyəcəm bunu nə ilə qarşılaya bilərsiniz. Kənar xətt. Qırıq-qırıq xətt, nə bilim burada türbəzi dalğalı xətt, hansını istəyirsiniz seçirsiniz. Sonra buradan onun rəngini təyin edirsiniz. Sonra buradan onun width, qalınlığını təyin edirsiniz. Zaten bunu nazik qoyursunuz, görünməyəcək. Biraz qalın qoyursunuz, oku vurdunuz, hazırdır. Deməli, səhifənin kənar boşluğu və kənar xətti. Bunlar fərqli-fərqli şeylərdir. İndi inşallah gələn dəfə kənar xəttlər haqqında danışacağıq. Yerdə qalan hər bir taba maksimum 5 dəqiqə vaxt lazımdır. Əsas bunlar idi. Bu reviewdur, viewdur, referensdir, layoutdur. Yarıya qədər keçdik, qaldı inşallah növbəti hissəsi bazar gününə. Belə, bu bizim oldu dərsimiz. Yəni keçəcəyimiz dərs. İndi gəlir bizim əlavəmiz, yəni testlər. İndi zəhmət olmasa bütün əyani qruplar dərsdən çıxsın. Bir dənə Türkçanədən başqa. Çünki Yaxşı müəllim, sağ olun. Sağ olun. Siz Sağ olun çıxın. müəllim, gecəniz xeyir. Sağ olun. Zaten Sağ siz olun müəllim, yazarsınız. gecəniz Bunu boşa görmeyin. Sağ olun müəllim. Salamat. Aysel də qalır. Türkanə də qalır. Çünki Türkanə dərsə gəlməmişdi bugün. Belə. İndi hardware-ni yazmısınızmı? Online'lar. Bəli. Bəli, müəllim. Bəli, müəllim Bəli, yazdım. müəllim. Əla. Mənim qəbul səhifəsi Necə? 2019. Hamısını bir-bir yoxlayacaq inşallah. Bu hardware-nin YouTube-dakı dərsinə və yaxud ümumiyyətlə dərsinə baxıb testi yazmısınız, yoxsa ya Allah deyib girişmisiniz? Yo, mən oxuyub. Videolarına baxaraq. Müəllimə oxuyub yazmışam müəllim. Əla, əla, gözəl. Məndə bu kitab var, oradan oxuyub yazıram mən. Aysel bildim, hə? Məndə bu kitab var, oradan oxuyub yazıram. Yəni Hə, yəni kiməsə cavab filan lazım olsa ata bilərəm yəni. bu kitab deyil. Məndə bunun kitabı var, magistrazın. Hə, yox, bu testlər o kitab deyil ki bu. Bu başqa şeydir. Güzel bu 50 Tamam. dənə. Bilirəm, sən kitabı var, kitabda testlər Bəli. çoxdur. Bu 50-50-dir, xüsusi testlərdir bunlar. Bunlar hər adama qismət olmur. Ola bilər amma yəni. Hə, yəni kitab varsa çox sağ ol təklifin üçün. Burası o cavablar bunun cavabları deyil. Də sən oraya bax, orada gör nə qədər test var. Allah bir 150-200 dənə. Amma bu cəmi 50 dənə. Demək, belə başladım. Yazmısınız hamınız. İzah eləyəcəm mən, yoxlayın. Bəli, yazmışam. Demək, Müəllim, hesab mənə məntiq yazmadı. əməliyyatlarını icra edir. Təbii ki, bu Prosesor. kimdir? Bu prosesordur, bəli. Proses. Kompüterin beyni olan CPU
kompüterdə bütün hesab əməliyyatlarını icra edir. Və bunun tərkibində yerləşən registr informasiyaları nə edirdi? Emal edirdi. Nələr şəklində? Sıfır, birlər şəklində. Baxın, informasiyanı emal edən yaddaş registrdir, amma emal olunan informasiyalar harda saxlanılır? RAM-da. Əməliyyat daşdı. Bəli. Bax, demir ha, informasiyalar uzun müddətdə harda saxlanılır. Bu hansı yaddaşdır? Xarici Uzun yaddaş. müddət xarici yaddaş. Ay sağ ol. Amma üzr istəyirəm. Emal olunduğu müddətdə saxlanılır RAM-da. Baxın, yenə aydınlaşdıraq. İnformasiyanı emal edən qurğu prosessordur. Hansı yaddaş vasitəsilə emal edir? Registr. Bəs bu emal olunduğu müddətdə yaxud registrdan informasiya birbaşa kimin üçün açıq idi? RAM üçün. Keş yaddaş vasitəsilə. Emal olunan informasiya RAM-da saxlanılır. Amma uzun müddət saxlanılır. Xarici yaddaşda. Burada cavab C-dir. Sonra sistem blokunun tərkib hissələri verilmiş variantı seçin. Yəni sistem blokunun içində yerləşir. Baxın, bir mənalı olaraq tərkibində böyük D hərfi olan yaddaşların heç biri nə ana platada, nə də sistem blokunda yerləşmir. Amma bir dənəsi istisna edir ki, sistem blokunda yerləşsə də ana platada yerləşmir. HDD. Ay, sağ ol, sərt disk. Bu da gəlib sistem blokunda yerləşir. Ana platada yerləşmir. Məsələn, A variantında ana plata sistem blokunda yerləşir. Amma plotter printerin böyük versiyasıdır. Orada nə gəzir bu? Qrafiki planşet mənim əlimdəkidir. Bu da təbii ki, yerləşmir. B variantı ana plata yerləşir, prosesor yerləşir, Yerləşmir. bu CD HDD yerləşir, yerləşmir. RAM yerləşir, HDD yerləşir, ana plata HDD yerləşmir. sistem blokunda yerləşir, FDD yerləşmir. Prosesor yerləşir, KMOS yerləşir. Video kartın başqa adı video adapter və ya video platadır. Plata sözü kart deməkdir. Çaşdırmasın, istəyir şəbəkə adapteri, şəbəkə platası, eyni şeydir. Qulaqcıqdakı naushnikdir. Bu da orada yoxdur. Və doğru variant deyil. Əməliyyatda şanslıdır, RAM-dır yoxsa ROM? RAM. Ay sağ olun, bəli. Əməliyyatdaş RAM-dır. Nə deyir? Əməli yaddaşda məlumatlar birbaşa nə üçün açıqdır? İndi deyək. Bəli, mikroprosessorda birbaşa RAM-a keçid var. Nə vasitəsilə? Keş yaddaşı. Bəli. Funksiyonal baxımdan yaddaş olur daxili və Xarici. demək, daxili yaddaş informasiyanı emal etmək, xarici yaddaş informasiyanı Saxlamaq üçün. uzun müddət saxlamaq üçün. Ay sağ ol. Sonra kompüter qurğularının tam toplusu hansıdır? Hardware Elə olan, A bəli. variantı. Yox, bu onu istəmir. Hə. A variantı niyə? Çünki A variantı ən dolğun cavabdır. Sistem bloku getdi bunun içində ana plata, hər şey, monitor, klaviatura və bir də xarici qurğular. Məsələn, B variantına fikir ver. Bu burada sistem bloku deyil, monitor deyil, printer deyil, amma qalan xarici qurğular qaldı axı. Ona görə tam dolğun cavab A-dır. Monitorun buraxılış qabiliyyəti və təsvir keyfiyyəti o gün danışmışıq bu haqda. Video yaddaşın tutumu. Bəli, video tutumundan yaddaşı asılıdır. və ya video kartın həcmindən asılıdır. Video kart, video yaddaş nə qədər çoxdursa, ekran təsviri də bir o qədər yüksək olacaq. Sonra 7. Plotter çıxış qurusudur. Bəli, Plotter printerin böyük versiyasıdır. Mouse daxil etmədir. Terabayt qulağısın. Yaddaş bunun ölçü vahididir. Düzdür. Megahertz yaddaşın yox. Sürətin. Megahertz tak tezliyi. Prosessorun ölçüsü var. Tak tezliyinin ölçü vahididir. Megahertz, gigahertz. Bax, yadda saxlayın, bu tezliyin ölçü vahididir. Megabayt prosesorun sürətini bildirmir. Onu tak tezliyi bildirir. Yadda saxlayın ki, prosesorun əsas xarakteristikası onun nə idi? Tak tezliyi. Deməli, cavab oldu 1, 3, şok. Mehriban, bunları heç nə görə oxuyasan.
Elə də çətin dərs deyil vallahi hardware. Ta 98 səviyyə keçmişik. Kompüter istifadə oluna bilər. Video kartsız. Video Oy, kartsız. oy, oy. Video kartsız. Printersiz, Printersiz, CD-ROMsuz. CD-ROMsuz. Printer deyil. Video kart, CD-ROMsuz. video kart yoxsa demək ki, sən kompüter neysə görünməyəcək. Görüntü Heç nə verilməyəcək. görməyəcək. Görməyəcək. Bəli, ekran yoxdur ümumiyyətlə, apar tulla. Amma printer olmasın, yəni CD, heç bu da mənim kompüterimin CD-si yoxdur. Printeri yox. Necə işləyir? Amma video kartı tulluyum. Onunla da ekran heç nə görünmür. Nə siz, nə mən. CD-RAM az istifadə olunur, yoxsa bu? Necə? CD-RAM geniş istifadə olunur, yoxsa? Yox, yox. Ümumiyyətlə ən çox istifadə olunan HDD-lərdir. Sərt disklər. Skaner qurğusu nə üçündür? Təbii ki, materialı qrafik Oxuyub, formatda sürətli mətn kompüterə saxlayın. daxil etmək üçün. Bəli. Yazı saxlayın ki, skanerin kompüterə daxil etdiyi məlumat olur raster tipində. İndi qismət olsa inşallah. Düşmüşdü sual. Necə? Cavab A oldu Bu sual müəllim. Hə, düşür. Bundan var mənim orada qabaqda. Nəyə cavab oldu? 9-un. 9. 9 ayağıdır. Bəs materialı oxuyub mətn şəklində salmaq üçün deyil. Mətn şəklində salmır, qrafik formatda salır. Tamam. Yəqin Gülnar, sənin internetin zəifdir. Ana plata üzərində yerləşir. Prosesora FTP-nin, Prosesora mən CD-nin, yaddaşım. xarici Yaddaş yaddaşın, streamerin orada nə işi var? Cavab A Variant. yəni. Sonra periferiya nə deməkdir? Xarici. Xarici. Burada RAM var, olmaz. Burada Printer, RAM var, olmaz. Burada mikroprosesor var, olmaz. Burada monitor var, olmaz. Bəli, deyil. Xarici yaddaş qurğusu ilə sizcə xaric etmə qurğusu eyni şeydir? Xeyr, deyil. Deyil. Bəli. 10-cu sual nə oldu? Cavab. Cavab deyil. Onda A. Onda 10-cu sual A. Proses. Müəllim, 12. periferiya xaric etmə qurğuları deməkdir onda. Yox, periferiya xarici deməkdir. Ona qalsa skani xaric etmə deyil heç. Yəni xaricdə yerləşən qurğular. İki hissədən ibarətdir. Mərkəzi periferiya. Bəli. Periferiya qurğuları hansı funksiyanı yerinə yetirir? Giriş, çıxış. Yəni informasiyanı daxil edin. Başqa nə yazacaq ki buna? Heç nə. Funksiya həm giriş, həm çıxış olur. Başqa heç bir məntiqi cavab yoxdur. Sonra BIOS-a aid deyil. BIOS nəydə yerləşir? RAM-da, ROM-da? ROM-da. RAM-da. Sistem daimi yaddaş qurğusunda yerləşir, düzdür. Çünki ROM daimidir, RAM müvəqqəti. Tətbiqi proqramları işə salır, xeyr. Sistem proqramları. Bu nə deyir? Bu deyir ki, güya ki bu Word-ü falan BIOS açır. Yox, onu biz açırıq. İstəsək açmarıq. BIOS bir dənə nəyə yükləyir avtomatik? Əməliyyat sistemi. Əməliyyat sisteminə. Giriş çıxışın baza sistemidir, düzdür. Basic input output. Elə bu input output-dur da giriş çıxış. Düzdür, bu da düzdür. BIOS-un genişlənməsi IO nöqtə. Bəli, bunu əzbərləyin. Bu BIOS-un genişlənməsidir. C variantı ayrıca sual olaraq da düşmüşdü. Səhv etmirəmsə qəbula. D. Ya D. Giriş çıxış baza sistemi. Hə, o da var. Məşhur sualdır BIOS. İcra zamanı, bax, bayaq bunu deyirdim. İcra eləyəndə, emal eləyəndə proqram harda yerləşir? RAM-da yerləşir. RAM-da yerləşir. Bütün aktiv proqramlar hamısı RAM-da yerləşir. Bunu da o gün danışmışıq. İynələrdən istifadə olunur. Matrisli. Matrisli. Bəs mürəkkəb hansındaydı? Dırnaqlıda. Şırnaqlıdaydı. Display nə deməkdir? Display ekran deməkdir. Monitor. Bəli, monitor deməkdir. Ekrana çıxarılan informasiyanın Piksellər. pikseldir. Piksellərlə. Bəli, ekranda nə görürsünüzsə, istəyir bu 15 olsun, istəyir printer olsun, hamısı nöqtədən, pikseldən ibarətdir. İstəyir şəkil olsun. Bax, bu haqda da danışmışıq. Keş yaddaşın iki səviyyəsi var. B variantı. Mikroprosesor Bəli, birinci olur mikroprosesorun daxilində, ikinci olur mikroprosesorla RAM arasında. Operativ, RAM və yaxud müvəqqəti yaddaş. Yenə birinci səviyyə olur mikroprosesorda. E variantı. Mikroprosesorun əsas D parametri variantı. 2, bit 4, 5.
Dərəcəlilik, isti Mərtəbəli. gərginlik, keş yaddaşın Tak tutumu, tak tak tezliği. tezliyi, əmrlər Tak tez. toplusu. Bəli, 2, 4, 4, 5. 5. C. Texniki təminatın əsası nə Qurğular. təyinidir? Qurğular. Qurğular. Bəli. Proqram təminatı nə idi? Software, yəni proqramlar. Səhvəyə. Birinci nəsil elektron lampa, ikinci nəsil İnteqral Lampa. yarımkəsici, İnteqrasiya integral sistem, tranzistor. böyük İntegral. integral. Çox böyük integral və yaxud da çox böyük integral Bəli. Və sistemi. görürsünüz, hesablama deyil deyə gör necə sürətli şəkildə gedir. Uje 20-yə çatmış. Bu hesablama olsa hələ 10 nədir? Bəlkə 3-cü sualdaydı. İntegral sxem. Klaviaturanın hansı düyməsi kursorun N. sətrin sonuna? A variantı. N. Keçən il qəbula düşmüşdü. Bax bu. Home sətrin sonuna. Page up. Bir ekran yuxarı. Bir ekran var. Page down. Bir ekran aşağı. Daha Bir aşağı ekran bir boyar. Kontrol obyektləri oradan buradan seçmək üçündür. Amma shift Shift isə obyektləri yaxınlıqdakı. ardıcıl seçmək üçün. Bəli. Ardıcıl. Seçmək üçündür. Inject. Kim nə yazıb 20-sə? Printer. Printer yazmış. Ay sağ ol, Inject bəli. demək. Bax buradakı Mürəkkəb. ink var ha. İnk nə deməkdir? Mürəkkəb. Mürəkkəb. Mürəkkəbdəki şırnaqlı printerlərə aiddir. Çıxış qurğusudur. Geçən il C qəbul variantı. edildi. Printer. Printer. Bəli, printer. Daxili yaddaşa aid C olmayan. variantı. C variantı. Kastiydi. HD. Bəli, bu Sərt xarici disk. yaddaş. Diqqətli olsaydınız buradan səhviniz çıxmaz. İnformasiya Məndə alını yoxdur. emal. Heç Necə? gedir. Məndə rahat gedir. Özdə 15 dəqiqə yazmışım. Çox asan idi. Əla. İnformasiya harda emal olunur? Əməliyyat. Əməliyyat yaddaşlar. Əməliyyat. Yox, 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 yox. Registr. A registr. Emal Registr. registrdə olur, əməlidə Bəli, saxlanılır. desəyin harda saxlanılır. Əməliyyat. Emal olunur registrdə təbii ki. Sistemin ana plata üzərində yerləşir. KMOS əməliyyat. Y variantı. Əməliyyat. Ay, sağ ol, bəli. KMOS bataryası. Bax, burada Əməliyyat daş. D var, burada D var, burada xarici yaddaş var, burada da D var. Üç dənəsi Heç D orada axarının C-də gözünə C. girir. Bəli. Bir dənə burada silirsiniz ki, bu flash kart xaricidir, ana platada olmaz. Bəli. 28 lazım deyil. 29. Aşağıdakı ifadələrdən hansı doğrudur? Audio plata, audio səs deməkdir. Plata da kart deməkdir, səs kartı. Daxili yaddaş. Deyil. Yox, deyil. Səhvdir. Səhvdir. Səs kartı giriş-çıxış qurğusudur. Kart var axı adında. Yaddaşda saxlanılan proqram əməli yaddaş tərəfindən emal olunmur. Registr tərəfindən. Registr. Registr. Registr yaddaş. Əməli yaddaş, yəni RAM, prosesor arasında buffer rolunu oynayan yaddaş daimi yaddaşdır. Yoxsa Xeyr. keş yaddaşdır? Keş Deyil. yaddaşın level. Keş yaddaşdır. B və C variantı. variantları doğrudur, yox. Matrisli printerlərdə iynədən istifadə olunur, düz. Doğrudur. Bunu bayaq dedik zaten. D variantı çox kreativ cavabdır. 1. Kompakt disklər kompüterin xarici yaddaşıdır, düzdür. Doğrudur. Zaten Düzdür. disk Doğrudur. yadda saxlayan disk sözü xaricə aiddir. Daxildəkilər yaddaşdır, disk deyil. Mouse, klaviatura, plotter Doğru daxil deyil. etmədi. Plotter xarici. Plotter Plotter çıxışdır. xarici. Plotter çıxış qurğusu. Sərt disk, optik disk. Yox. Optik Sərt disk disk deyil. belə sərt Deyil. diskdir. Slotlar ana plata üzərində Yerləşir. 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 Bir daha Yerləşir. deyirəm. Port, slot, chipset, şin, kontroller, adapter, Driver. takt impulsu generatoru, Sayğac. sayğac, hamısı yerləşir ana plata üzərində və bütün daxili yaddaş qurğuları, şimal körpüsü, cənub körpüsü, hamısı ana platadır. Monitor, sensorlu Sensorlu ekran, ekran həm girişli, Yarısı həm çıxış, yarısı girişdir. bəli, Ona sensorlu görə ekran bildir. giriş-çıxışdır. Onca 5-də çıxır, 1 qalır. Yalnız yalnız birdir, bir. bəli, burada cavab. Mikroprosesor fərdi kompüterin daxili qurğusudur. Təbii ki, adı üstündə mərkəzi prosesordur. Doğrudur. Monitor fərdi kompüterin bütün qurğuların işini nəzarət edir, Xeyr. yox. Xeyr. İkinci, bu Accept CPU-dur. İdarə edən, nəzarət edən prosesordur. Prosesoru gərginliklə kim təyin edirdi? Ana plata. Ana plata. Bəli. BIOS sistemin cari sazlanmasını yerinə Doğrudur. yetirir. Əməliyyat Doğrudur. Sistemini yükləyir. yükləyir. Operativ Doğrudur. hansı yaddaşdır? ROM. Operativ yaddaş RAM. ROM. RAM-dır, RAM. RAM. Ramdır. ROM. Daimi yaddaş deyil, düzdür. Operativ yaddaş daimi yaddaş deyil. Daimi yaddaş RAM-dır.
Klaviatura fərdi kompüterin xaric Daxil etmə etmə. yox, daxil etmə qurğusudur. 1, 3, 4. Qurğuların işini idarə edən elektron sxem. Driver. Proqram Kontroller. driver. Kontroller. Kontroller. Bəli, driver Proqram. proqramdır. Sxemi isə kontrollerdir. Özə xarici qurğuların işini idarə edir. Daxili qurğuların işini idarə edən nə idi? Şin. Çin. Chipset. Chipsetlə Chipset şindir. idi, bəli. Şin Chipset. informasiya axınını təmin edir. Uyğun gəlməyəni seçin. Monitor. Yaddaş, B variantı. yaddaş, yaddaş, yaddaş. Xarici. Bu monitor isə yaddaş deyil. Məlumatı maqnet lentinə Streamer. yazdırdı. Streamer. B variantı. Streamer. Streamerdir və Virus toy yolu. kaseti. Neçənci nəslin xarici yaddaşı idi? 2. İkinci İçində nəsil. yeganə ardıcıl ünvanlanan yaddaşa malikdir. Bəli. Özə virus düşmür. Kompüterin yaddaşı iki hissədən ibarətdir. Mərkəzi və periferiya. Əslində bu Doğrudur. səhvdir. Daxili və Daxili, Daxili və xarici. xarici. Daxil deyil. Xarici. Bəli, bu səhvdir. Yaddaşı Streamer deyil. əməli yaddaş və Bu da Winchester səhvdir. xarici Səhvdir. yaddaşdır. Səhvdir. Əməli yaddaş, daxili yaddaşdır. Neyman arxitekturalı kompüter 4 hissədən yox, 2 hissədən İki ibarət. hissədən. hissədən ibarətdir. Bəs Mənim 4 bəs Neymanın dörd nəyi deyildi. idi? Prinsip. Nüanslar Aha, idi. sağ ol, prinsipi idi. Prinsipi. Printer, plotter, kamera çıxış qurğusudur. Kamera Kamera çıxış girişdir. Kamera girişdir. Daxili yaddaş əsas yaddaşdır, bəli. Doğrudur. Xarici yaddaş isə əlavə yaddaşdır. Əlavə. Daxil etmə qurğusu olur nə? Mikrofon. 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 Xaric etmə olur plotter və ya səs Saxlama olur. qalıqası. Streamer. STD, Saxlamada streamer. SSD və streamer. Streamer. Bilmirəm də cavab nə oldu? C Birə variantı. D, Bir de birə 2 D B olsun S qələtdir. şahin. C variantı. Bu skanerlə işləmək faks aparatı ilə işləməyə bənzəyir. Faks aparatı görəndə o da yazar bunu. İlkin təsvir vərəqi dartıcı mexanizmə görsən vərəqi. Şitvet. Sheet. Kütvetli də. Bəli. Vərəq Vərəq kit. sözü kifayətdir. Sheet. Gərək skaner haqqında danışamayıq bu ümumi sınavların birində, yəni bir sual cavabı. Bəli. Bunu düz yazarsınız da lampa. Lampa birinci nəsildir. Lampa birinci Ay, sağ ol. nəsildir. Port üçüncü nəsildir. Post üçüncü nəsil. Əməliyyat sistemi dördüncü Əməl nəsil. sistemi- Yox. Üçdür əməliyyat Fortran sistemi. bir dəqiqə, Fortran proqramlaşdırma. Hə, alqoritmik dildir Fortran. Onda ikinci nəslə düşür. İkinci nəsildir. Hə, alqoritmik dildir. Bu çətin sualdır bax bu. Əməliyyat sistemləri 3-dür. Üçdür. Fərdi kompüterlər Fərdi 4-dür. Dörddür. Maqnet Maqnitlə ikidir. 2-dir. Elastik iki. 4-dür bu da. Üçdür. Dörddür. Dörd. Hə. Yarım, Yarım ay keçirici ilk dəfə iki. istifadə edir. Onda 3 olur. Yarım keçirici ikidir. Yarım keçiricilər olur 2. Üzərində İkinci nəsil. qurulub müəllim. 3 deyil. Necə? Müəllim yarım keçirici üzərində qurulub. Mən İkidir. onu Yarım İki. keçirici 2'dir. Nəsildir. Yarım keçici diyorlar. Yarım Yarım. keçirici ikidədir. Tanəsiz. Hətta demişdik ki, bir şeyin Yarım. yarısı. 2'də biri. Biz Yox müəllim 2'dir. üçüncüyə görə mən 3 yazmışdım. Cavab bunu deyən cavabın səhv deyil. Adil müəllim, salam, axşamınız xeyir. Tamam. Mən ola bir şey deyim. Xanımlar, artıq dərəcədə sizdən xahiş edirəm. Müəllim danışanda eyni söz təkrar olmasında sinxron danışıq olur. Müəllim nə deyir başa düşmək mümkün deyil. Bilirsiniz, çox gözəl. Amma müəllim deyəndən sonra eyni söz təkrarlayırsınız və qətiyyən heç nə başa düşə bilmirəm. Zaten test üsulu üzrə müəllim özü belə Xanım, mən deyib. başa düşürəm. Müəllim deyir, eyni söz təkrarlayırsınız. Bizdə Sizi demirəm Sizə başa düşürük ümumiyyətlə. xanım, yəni başa düşürəm mən demişdim, amma ümumi orada bir-birinə asılı olmadan danışılır da, yəni ona görə sizə elə Başa gəlir. düşürəm, axı müəllimin səsini eşitmirəm mən. Yaxşı, bunun Heç cavabı düz bizdən çıxır ibarət sizdən. deyil, yəni. 1'ə nə olur? Çox gözəl. 1'ə A, başqa nəsə var, 1'də yox. İndi heç kim danışmayacaq. 1'ə A, ikinci nəsil. B, C. B, C, başqa da var. E də var mənim. B, C, E. B, C, E. Sonra üçüncü nəsil. C. C, F. Bunun cavabı deyəsən bu tərəfdə. Hə. 1'ə A, B, E, C, C, F, 4'də D. Bu da. D variantı. Y variantı da. Sonra ana lövhə üzərində prosesor, RAM, daimi yaddaş yerləşir. Düzdür. Zaten disk və
xarici qurğulardan başqa hər şey ana platadadır. Yanlış istəyirəm. Daxili Müəllim yaddaş, yanlış istəyir. bildim. Daxili yaddaş qurğuları RAM, ROM, cache, bu da düzdür. Doğrudur. BIOS operativ yaddaş RAM-dır. Romda RAM. yerləşir. BIOS Romda ROM-da yerləşir. yerləşir. O. Bu səhvdir. Səhvsə cavab elə budur. Sonra 40. Kontroller xarici qurğuların işini idarə edən proqram deyil. Xarici Yox, qurğuların işini idarə edən proqram Driver. driver. Driverlər. Driver. Xarici qurğuların işini idarə edən mikrosxemdir kontroller. Kmos vaxt, tarix, konfiqurasiya və Doğrudur. kompüterin Doğrudur. yüklənməsini Düzdür. tənzimləyə B variantı. düzdür. Düz elə budur da B. Elə doğrunu istəyirəm. Evet. İndi sakit olun, zəhmət olmasa. Sensorlu ekran, monitor, touchpad giriş qurğularıdır. Sensorlu ekran həm giriş, həm çıxışdır. Adi monitor çıxış qurğusudur. Sensorlu ekran sizin telefonunuzdur, həm girişdə, həm çıxış. Flash kart işləmə prinsipinə görə birbaşa müraciətli xarici yaddaş qurğusudur. Xeyr. Bu yanlışdır, o ardıcıl müraciətlidir. Mouse kompüterə qoşmaq üçün PC2, LPT, USB portuna istifadə olunur. Mouse'u PC2 və USB ilə qoşa bilərsiniz, amma LPT printer və skaneri qoşmaq üçündür. Sonra 41. Kontroller xarici qurğuların işini idarə edən proqram deyil. Proqram driverdir. Hayır. Trackball giriş qurğusu. Trackball mouse'un başqa versiyasıdır. Düzdür, girişdir. Foto və video qurğular daxil etməli. Bəli, siz telefonunuzdan istəyirsiniz şəkil çəkin, istəyirsiniz video çəkin. Görüntünü telefona daxil edirsiniz. Skaner daxil etmə, xaric etmə yox, yalnız daxil etmədir. Ana plata periferiya qurğusu ola bilməz. Yanlışdır. Cavab 2, 3'dür. Səbirli olun, link atın. 15-20 dəqiqə işimiz qalır.